Yeni ildə müsbət abu-hava yaransın deyə gərək pozitiv şeylərdən danışasan. Mən də realist insan olduğum üçün dovşanlar haqqında olan real təcrübədən danışmaq istəyirəm. Eyni növdən olan dovşanları 3 ayrı-ayrı qəfəsə salırlar. Zərərli qidaların, zərərli xolesterinin qan damar sisteminə təsirini öyrənməkdən ötürü və təcrübələrin nəticəsi çox gözlətdirmir özün. Bir müddətdən sonra 2 qəfəsdə olan bütün dovşanlar başını qoyur yerə, həyatını kaybeləyir. Bir qəfəsdə olanlar isə heç biri ölmür. Və bunlar da elm adamları. Bunlara Allah haqqı, imam haqqı, peyğəmbər haqqı ilə inandıra bilmərsən. Çağırırlar o bir dənə sağ qalmış qəfəsə qulluq eləyən xanımı, deyirlər ki, necə oldu ki, sənin qəfəsindəki dovşanlar ölmədi? Apardın bu zərərli qidaları satdın mı bizim dönərxanadan, qamburgerxanadan, fast fooddan İraq? Bu da deyir ki, xeyr, mən heç bir xətaya yol verməmişəm, sadəcə mən heyvan sevərəm və hər dəfə bu dovşanlara ziyanlı, zərərli qidaları verdikdə mən onları oxşamışam, əzizləmişəm, xoş kəlmələr söyləmişəm, baxmayaraq ki, heyvandılar və hətta hər birinə bir ad qoymuşam. Və onların niyə görə sağ qalmaqları haqqında mənim heç bir anlayışım yoxdur. Bunlar da əlbəttə ki, elm adamları, məntiqli adamlar. Fikirləşirlər ki, əgərləri beyni qoz boyda olan dovşana xoş ünsiyyət, mehriban rəftar belə pozitiv təsir edirsə, ölümün qarşısını alırsa, niyə də insanlara yaxşı təsir göstərməsin? Bu yerdə qalan 2 gündə, 25-in 2 günündə, qarşıdan gələn 26-nın bütün günlərində xoş rəftar, xoş kəlmələr, mehriban davranış görmək, eşitmək ümidi ilə bir-birimizi mümkün qədər az zəhərləyək. Əgər zəhərləməmək mümkün deyilsə, heç olmasa susaq, öz mədəniyyətimiz xətrinə, öz sevdiklərimiz xətrinə, öz inanclarımız xətrinə biri-birimizi zəhərləməyək.